Hər kəsi salamlayıram dostlar. Bu günləri mən sizlərə 15 fevral tarixində OTK-nın 11-ci siniflər üçün keçirilmiş olduğu buraxılış imtahanının suallarını izah edəcəm. Başlayaq ilk sualdan. 31-ci sualda deyir ki, 2 müstəvi 60 dərəcəli bucaqla kəsişir. Bu müstəvilərdən birinin üzərində olan A nöqtəsi digər müstəvidən 6 sm məsafədədir. A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər məsafəni tap. Uşaqlar, deməli, biz əslində müstəvini düz xətt kimi çəkə bilməliyik, amma məsələlərdə rahat olsun deyənə düz xətt kimi çəkin müstəvini. Baxın, bu bir müstəvi olsun. Bu da bir müstəvi olsun. Bunlar kəsişdir, düzdürmü? 60 dərəcəlik bucaq altına kəsişsinlər. Bura yəni 60 dərəcədir. Bax, bu nöqtə müstəvilərin kəsişmə xəttidir. Bu birinci müstəvidir, bu ikinci müstəvidir. Aha. Bizə deyir ki, müstəvilərin birinin üzərində olan A nöqtəsi. Deyək ki, bu müstəvinin üzərində bir A nöqtəsi var və digər müstəviyə qədər məsafə 6 sm-dir. Yəni, bura 6 sm-dir. Burada 30 dərəcə olacaq da Pifaqor teoremi olacaq. Bizə deyir ki, deməli, A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər, yəni hipotenuz tap deməksə də, kəsişmə xəttinə qədər olan məsafəni tap. Burada x deyirik. Biz bilirik ki, 30 dərəcəli bucaq qarşısında olan katet hipotenuzun yarısıdır. Məsələn, biz bura x deyək, bura 2x deyək. Burada olacaq x kök 3. 30-60 qaydasıdır da. X kök 3 6 olduğuna görə, buradan x 6 bölü kök 3 olacaq. Hər tərəf kök 3-ə vursaq 2 kökdə 3. Bizə də bu hissəni istəyir. 2-ni də 2 kök 3-ə vuracam, cavab olacaq 4 kök 3, yəni Y variantı. Bu 30-60 qaydasıdır da uşaqlar. Pifaqorda. Keçirik növbəti suala. İkinci sualı deyir ki, çox asan bir sualda 15% 60 olan ədədi tap. Bizə bilir ki, faizinə görə ədədi tapanda ədədi 100-ə vurub faiz göstərən ədədə bölməliyik. Deməli, 60-ı gəlin bölək. 15 edəcək 4. 4-də 100-ə vuracam, 400 olacaq A variantı. 33-də deyir ki, A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlərdir. B isə 6-ya bölünən 2 rəqəmli ədədlərdir. A ilə B-nin kəsişməsinin sayını tap. Əgər deməli 6-ya bölünən 2 rəqəmli cüt ədəd deyirsə, bax, həm cüt olmalıdır 2 rəqəmli, həm də 6-ya bölünən 2 rəqəmli olmalıdır. Onda belə çıxır ki, A ilə B-nin kəsişməsi 6-ya bölünən 2 rəqəmli cüt olmalıdır. O da başlayır 12-dən və sonuncusu olur 96. Və bunlar 6 artır da, çünki 6-ya bölünən deyir. Bu bizdə kəsişmədir. Bir də deyirəm, 2 rəqəmli cüt olmalıdır və 6-ya bölünməlidir. Kəsişmə deyir axı. Yəni, uzun sözün qısası, 6-ya bölünən 2 rəqəmli cüt ədədlər tapmalıyıq. Ədəd sayının da düsturu, ədədi silsilədən belə idi də. Deməli, sonuncu ədəddən birinci ədədi çıxırdın, bölürdün onların artımına, yəni 6 artır da 6-ya bölünür axı. Üstünə də 1 gəlirdik. Bunu da hesab alsaq, cavab olacaq 15, yəni A variantı. 34-də baxırıq uşaqlar. 34-də deyir, radiusu 5 olan kürənin səthinin sahəsini tap. Kürənin səthinin sahəsi 4pi r kvadrat düsturundan hesablanır. 4piyə dəymirik, radiusu da 5 verdiyinə görə hesablasaq, buradan alınacaq 100 pi kvadrat santimetr Y variantı. 35 çox sadə bir sistem tənlik sualdır. Mən yuxarıdan x-i çıxardıram, ortaq vuruq, qalır 2x + y bərabərdir 2. Və aşağıdakı 2x + y bərabərdir 1-dən, bax, bu 1-i aparıb qoyuruq mötərizənin yerinə olur. Deməli, x vur 1 bərabərdir 2, x də olur 2. X 2-dirsə, uşaqlar, axı biz bilirik ki, 2x + y 1 verib də bizə yuxarıda. X-i bura qoysaq, 2 vur 2, 4, üstə y bərabərdir 1, y də olur -3, yəni onların da hasilini istəsə, x vur y olacaq, 2 vur -3-dən -6, D variantı. 36-ya baxırıq, sadə bir bərabərsizlikdir, xətti bərabərsizliyi vurub açırıq əvvəlcə, olur 4x çıx 6 kiçik bərabər 3x çıx 2. X-i x-in yanına atıram, ədədin yanına atıram, işarəni dəyişirəm, 4x çıx 3x kiçik bərabərdir -2 üstə 6. X kiçik bərabər 4. 4-dən kiçik bərabər nə deməkdir? Özü natural deyir. Yəni 1, 2, 3, 4. Bunların da cəmini istəyir, toplayanda bunları cəmi olacaq deməli 10. Yəni B variantı. Keçirik növbəti suala. Yəni 37-ci sual. Tən bölən xassəsinə aid bir sualdır. Bu tən bölən də deyir. Biz bilirik ki, tən bölən 3 bucağı mütənasib parçalara bölür. Yəni AB-nin AC-yə nisbəti bildiyimizə görə bərabərdir BD-nin DC-yə nisbətinə. Yəni, biz AB-nin AC-yə nisbətini 2-ni 3-ə veribsə, onda BD də
bax BD-nin də DC-yə nisbəti eyni olacaq. Yəni bura 2x olacaq, bura 3x olacaq. Yəni bu tərəflərin nisbəti həm də aşağıların nisbətinə bərabər. Bu tənbələrin xassəsidir. İndi uşaqlar bizə deyir ki, BD 6-dır. Yəni 2x dediyimiz hissə 6-dır. Onda buradan belə çıxır ki, x 3-dür. Bizdən DC-ni istəyir. O da 3x olduğuna görə 3-ü 3-ə vururuq. Cavab 9, yəni C variantı olur. 38. Belə bir kəsir verir deyib sadələşdir. Əvvəlcə bax bu hissəni, yuxarı hissəni biz vurğulara ayırırıq. 3 ədədinin vurğulara ayrılmasıdır. X kvadrat çıx, x çıx 2. Müxtəlif yolları var, türk üsulu var, nə bilim, orta həddi parçalama üsulu var, diskriminat var və s. Mən belə edəcəm. X kvadratına dəyməyəcəm. Ortanı mənfi 2x üstə 2 yazacam. Burada dəyməyəcəm. Deməli, bir dəqiqə səhv elədim burada. Aha, x kvadrat çıx 2x üstə x çıx 2. Bax, belə yazacam. Həqiqətən bu hissə mənfi x verir də bizə. Niyə belə elədim? Bu ikisindən ortaq vurğu çıxartsam, olacaq x vur x çıx 2 üstə gəl. Burada da ortaq heç nə yoxdur, yəni 1 yazıram. 1 vur x çıx 2. İndi bu ikisindən ortaq x çıx 2-ni çıxardacam. Qalacaq x çıx 2 vur x üstə 1. Bu belə. Deməli, bax bu hissəni yerinə yazıram. Deməli, x çıx 2 x üstə 1. Aşağı düsturda, müxtəsər düsturdur. X çıx 2 x üstə 2 düsturdur. Vur. Yuxarıdan x-i çıxardıram, qalır x üstə 2. Aşağıda düsturdur. X çıx 1 x üstə 1. Bununla bu ixtisar getdi. Bununla bu ixtisar getdi. Bunlar ixtisar getdi. Cavab oldu nə? X böl x çıx 1, yəni C variantı. 39-a baxırıq. Trigonometrik təmlikdir. Burada dəyişəni əvəz edək. Kosinus x-a bir dənə t deyək. Olacaq t kvadrat üstə gəl 2t üstə gəl 1 bərabərdir 0. Bunun köklərin viyyətlə tapsaq, deməli toplayanda mənfi 2 vuranda 1 eləməlidir. Hansı ədədlərdir ki, toplayanda mənfi 2 vuranda 1 eləyir. Bu düsturdur da. Biz niyə belə uzadırıq? Bu düsturdur. Müxtəsər olma düsturdur da t üstə 1-in kvadratıdır. Bərabər 0. Düzdürmü? Buradan t üstə 1 bərabərdir 0. T olur mənfi 1. Biz nəyə t demişdik? Kosinus x-ə. Düzdürmü? Bu da kosinusun xüsusi halı da mənfi 1 halı. Biz də bilirik ki, xüsusi hal belədir də mənfi 1-i kosinus alır. 180-də yəni pi-də. Pi üstə gəl, dövrü də 2pi-k idi. K daxildir. Z. Pi üstə 2pi-k hansı variantdır? A variantı. 40-cı suala baxaq uşaqlar. 40-da deyir ki, belə bir irrasional ədədlər verir, deyir sadələşdir. Çox uşaq 6.4-dən 0.8 çıxarır. Səhvdir uşaqlar. 0.8 0-dan %64-ün köküdür. 6.4-ü mən belə yazacağam. 64 böl 10. Bunu yazacağım 4 böl 10. 64-dən 8 çıxır, 10 qalır kökün altında. 4-dən də 2 çıxır, 10 qalır kökün altında. Biz burada kök 10'u ortaq məxrəc götürsək, olacaq 10 böl kök 10. Və biz də bilirik ki, 10 kök 10'un kvadratıdır da. Böl kök 10. Bunun birindən bunun biri gedir, cavab olur kökdə 10. Və yaxud da hər tərəf kök 10'u da vura bilərdik. D variantı. 41. Sonsuz azalan həndəl silsilədə cəm verilib, Q verilib, B1 istəyir. Sonsuz azalan silsilənin düsturu B1 böl cəm düsturu. B1 böl 1 çıx Q-dur. S yerinə 15 qoyaq. B1'i bilmirik. 1 çıx Q yerinə 3'də 1 qoyaq. Deməli 15 bərabərdir B1 böl 3'də 2. Buradan B1 tap. Vuracağım. Deməli B1 bərabər 15 vur 3'də 2'dən. İxtisar getsə cavab olacaq. Yəni A variantı. Keçdik 42-ci suala. 2 dənə kompleks ədəd verib, onların hasilini istəyir. Çox asan bir sualdır. İni vuracaq. 3 üstə i-yə. Vurub açırıq. Olur 5 vur 3 olacaq deməli. 15 üstə gəlir 5i çıx 3i çıx i kvadrat. Biz də bilirik ki, i kvadrat mənfi 1'dir. Yerinə qoysaq 15 bu edir 2i çıx mənfi 1. I kvadrat özü mənfi 1 daxil. Bu 2 mənfi toqquşur, müsbət 1 olur. Üstünə də 15 gəlirik, eləyir 16 üstə 2i, yəni A variantı. 43-cü suala baxırıq. Sinus 60 dərəcə üstə kosinus 30 dərəcə böl tangens 60 dərəcə üstə kotangens 30 dərəcə. Bu cədvəldir konkret, trigonometrik cədvəldir. Sinus 60-da kök 3 böl 2 alır. Kosinus 30-da deməli alır kök 3 böl 2, o da sonra böl tangens 60-da alır kök 3, kotangens 30-da alır, o da kök 3.
Yuxarıda ortaq məxrəc eləsəm 2-də 2 kök 3 olur. Böl aşağıda 2 kök 3'dür. 2'lər ixtisar gedir. Olur kök 3 böl 2 kök 3. Kök 3'lər də ixtisar gedir. Cavab 2'də 1 olur. Aşağılar 2 eləmir. 2'də 1. C variantı. Keçirik növbəti suala. 44-cü sual. Bir BD parçası ABC üçbucağının CM parçası da BCD üçbucağının medianıdır. Yəni bu buranı yarı bölür. Bu da buranı yarı bölür. Sonra deyir ki ABC üçbucağının sayısı 180'dır. MBC üçbucağının sayısını tap. Biz belə bir qayda bilirik ki, üçbucaqda median bu üçbucağı 2 bərabər sahəli üçbucağa bölür. Onda birinci balaca üçbucaqdan başlayaq bu üçbucaqdan. Burada median çəkilib yəni bu tərəfə median çəkilib yəni. Bu BMC ilə MCD üçbucağının sahələri bir-birinə bərabərdir. S yazıram bura. Bir də böyük üçbucağa fikir versək, burada BC mediandır axı. Onda ABD üçbucağı ilə BDC-nin də sahəsi bir-birinə bərabərdir. Yəni bura 2S-dirsə, burada 2S olmalıdır. Onda burada 2S yazdım. Aha. Bizə deyir ki, ABC 180'dır. Yəni burada 4 dənə S yarandı. ABC-də 4 dənə S 180'dırsa, buradan S-i tapmaq üçün 180 4-ə bölürük eləyər. Deməli 45. Bizdən də MBC-ni istəyir. MBC. MBC də elə S olduğuna görə cavab 45 olacaq. 45 olan loqaritm xəssasıdır. Burada nə edəcəksiniz? Belə bir qayda var. Loqaritm A əsasdan B vur, loqaritm B əsasdan C bərabərdir. Loqaritm A əsasdan C. Belə deyək də, elə bilin ki, bunun indeksinə bu ixtisar gedirmiş kimi düşünün də. Onda bu xassədən istifadə etsək, bu misalı belə yaza bilərik. Baxın, buradakı indeks 7 ilə bu 7 ixtisar gedir. Bu indeks 15 ilə bu 15 ixtisar gedir. Qalır yekunda loqaritm aşağıda 2 qalıb, görürsünüz 2 əsasdan. Burada 8 qalıb. 2 əsasdan 8. Biz də bilirik ki, loqaritm 2 əsasa dəymirik. 8 2-nin kubudur. Xassəyə görə 3 qabağa keçir. Olur 3 loqaritm 2 əsasdan 2. Bu da 1 verir deyənə cavab olur 3. 46-cı sual. 2 üzəri x kvadrat çıx 5x-ə dəymirik. 64'də biri 2'nin qüvvəti kimi yazırıq. Biz də bilirik ki, 64 olsaydı 2 üstü 6 olardı. 64'də 1 64'ün tərsidir, yəni 2 üstü -6 yazırıq. Əsaslar eynidir, gedir, qalır x kvadrat çıx 5x bərabərdir -6. -6-ını bu tərəfə atıram. X kvadrat çıx 5x üstə 6 bərabərdir 0. Viet teoremi edirəm. Köklər cəmi 5, köklər hasili 6 olur. Bilirik ki, 2 və 3 olacaq da burada. Toplayanda 5, vuranda 6. Böyük kök istəyinə görə cavab 3 olur. 47'də deyir ki, 210'un sadə vurğularının cəmini tap. Sadə vurğuları ayırırıq. Çox asan bir sualdır. 105, onu da 3'ə bölürük 35, 5'ə bölürük 7, 7'yə bölürük 1. Sadə vurğuların cəmliyinə görə bütün sadə vurğuları toplayırıq. Bu da eləyir deməli. 5, 5, 10, 17. Aha. Keçirik 48-ci suala. Oxşarlıq sualıdır. Bir ABC və MNK üçbucaqları oxşardır. AB-ni 10 verib, MN-i 2 verib, NK-nı 5 verib, MK-nı 6 verib, ABC üçbucağının perimetrini istəyir bizdən. Əla. Uşaqlar, burada ABC, MNK görürsünüz sırayla gəlib. Sırayla gəlibsə, deməli A bucağı bərabərdir M bucağına, yəni burada alfadır burada. B bucağı bərabərdir N bucağına, məsələn bu betadırsa bu da betadır. Və C bucağı bərabərdir K bucağına, məsələn bura qammadırsa burada qammadır. Buna aydın oldusa bunu siləyim. Yəni uyğun bucaqlar və uyğun tərəflər. Həmçinin də AB tərəfi MN-ə bərabərdir, BC NK-ya, AC də 6-ya bərabər olur. Onda uyğun tərəflərin nisbətini yazsaq, yazarıq ki 10 böl 2 bərabərdir BC böl 5, o da bərabərdir AC böl 6. Əvvəlcə bu ikilikdə çarpaz vursaq, deməli BC olacaq 25. Bu belə, BC tapıldı. İndi gəlin bu ikilini vuraq, bax bu ikilini. BC-ni axı 25 tapmışıq, yəni AC-ni 5'ə vururuq, bərabərdir 25'i də 6'ya vururuq. Bu 25 ilə 5 ixtisar getsə, AC də olacaq 30. AC də var, BC də var. Deməli, AC yazırıq 30, BC yazırıq 25. Bizə deyir ABC üçbucağının perimetrini tap, perimetri bütün tərəflərin cəmi olduğuna görə 10, 25 və 30'u toplayırıq, eləyəcək deməli
perimetr olacaq. ABC-nin perimetri 65 və bu qədər. Asandır. Keçirik növbəti suala. ABCD trapesiyasında A bucağı verilib bizə. Sonra bizə verilib deməli D bucağı, BC tərəfini verib, CD tərəfini verib, AD oturacağının uzunluğunu istəyir. Maraqlı bir sualdır. Gəlin buradaca keçək. Hər hansı trapesiyadır bu. Buranı 80 dərəcə verib, buranı 50 dərəcə verib. Bu B'dir, bu C'dir. Deməli, bu A'dır, bu D'dir. Verilənləri yazıram. CD 7'dir. Bura 7'dir. BC 4'dür. AD oturacağının uzunluğunu istəyir bizdən. Əla. Gəlin belə bir şey eləyək. Ağlıma belə bir şey gəlir. Buradan bir dənə paralel xətt çəkək. Paralelogram olsun da, bu bir paralelogram olsun. Biz də bilirik ki, paralelogramın burada bir n olsun. Paralelogramın qarşı tərəfləri bərabərdir və qarşı bucaqları bərabərdir. Burada 50 dərəcə olacaq. Düzdürmü? Və paralelogramın bir tərəfinə bitişik bucaqların cəmi 180 olduğuna görə bura olacaq deməli 130 dərəcə. Burada olacaq 130 dərəcə. Bura olacaq 4 cm çünki paralelogramın qarşı tərəfləri bərabərdir. Bunun qonşusu olacaq deməli 50 dərəcə. Burada bir üçbucaq yarandı. Üçbucağın daxili bucaqların cəmi 180 deyənə burada olacaq 50 dərəcə. Və görürük ki, bu NCD üçbucağı bərabər yanlı oldu. Yəni CD nədirsə ND də olacaq. Yəni burada 7 cm olacaq. Bizim də AD oturacağını istəyir. Cavab 11. Maraqlı bir sual. Keçirik növbəti suala. 50-ci sual deyir. Qutuda 4 dənə sarı, 3 dənə qara, 5 dənə yaşıl kürəcik var. Bax, 4 dənə sarı, 3 dənə qara, 5 dənə də yaşıl kürəcik var. Deyir ki, təsadüfən seçilən iki qələmin eyni rəngli olması ehtimalıdır. Biz də bilirik ki, ehtimal əlverişli hallar sayıdır, ümumi hallar sayıdır. Kombinezondan istifadə edəcəyik. Uşaqlar, ümumi burada 4, 3, 5. 12 dənə qələm var, düzdürmü? 12 qələmdən, kombinezon 12 qələmdən neçəsi seçilir? İkisi. Bu ümumi haldır. Bizə deyir ki, bunlar eyni rəngli olsun. 3 dənə burada variant var. Ya ikisi də sarı ola bilər. Yəni kombinezon 4-dən 2. Ya deyirsə və ya deyirsə toplama yazırıq da və ya qaraları ola bilər ikisi də. Yəni 3-dən 2. Və ya yaşıllardan ola bilər ikisi də eyni rəngli. Bax 3 dənə variant. İndi bunu hesablamaq lazımdır. Gəlin bunu qıraqda hesablayaq, deməli bərabər qoyaq. Kombinezon 4-dən 2. 4 vur 3 böl 2 faktorialdan 6 eləyir səhv eləmirəmsə. Aha. Kombinezon 3-dən 2 elə kombinezon 3-dən 1-dir deyənə 3 eləyir. Kombinezon xassəsinə görə. Kombinezon 5-dən 2-də 5 vur 4 böl 2 faktorialdan 10 eləyir. Kombinezon 12-dən 2-də 12 vur 11 böl 2 faktorialdan 66 eləyir səhv eləmirəmsə. Aha. Yerinə qoysaq aşağı 66, yuxarı olacaq deməli 6 üstə gəl 3 üstə gəl 10. Onu da hesablasaq olacaq 66-da 19. İnşallah ki, səhv hesablamadım. Keçirik növbəti suala. 51-ci suala baxırıq dostlar. Deyir, çənin 6-da 5 hissəsi su ilə doludur. Çəndəki suyun, deməli 6-da 5-i doldusa uşaqlar, 6-da 5-i doldusa, 6-da 1-i boşdur da belə çıxır ki, düz deyil. Çəndəki suyun 5-də 1-i işləndi və 80 litr su qaldı. Çən neçə litr su tutur? Bu bizə lazım olmadı. Aha, 6-da 5 doldusa uşaqlar və dolu bir şey işlənəndə 5-də 1-i işlənib. Bax, deyək ki, x litr su tutur, çən x litr. 6-da 5 x-i doldusa, həmin dolu hissənin 5-də 1-i işlənir. Yəni, 6-da 5 x-i vururam 5-də 1-ə. Eləyir, deməli, ixtisar getsə 5-lər, 6-da 1 x. 6-da 1 x-i işləndi. Uşaqlar, 6-da 5 deyildi bayaqlar. 6-da 5 var idi də su. Bunun 6-da 1-i işləndi. Yəni çıxırıq, eləyir 6-da 4x. O da eləyir, ixtisar gedir 3-də 2x. Deməli, hal-hazırda bizdə 3-də 2x su var. Və bu qədər 80 litr su qalıb. Yəni, bu 3-də 2x 80 litrə bərabərdir. Buradan da x tapanda 80-i bölürəm 3-də 2-yə. O da vurma olub, tərs fırlanır, olur 2-də 3. Bu da ixtisar gedir, olur 120 litr. Deməli, çən 120 litr su tutur.
Çox uşaq nə edir? 120-ni tapır, təzədən üstünə 80 gəlir. Ehtiyac yoxdur. Elə biz x-i tapdıq, biz çənə x demişdik, nə olsun? 52-ci suala baxırıq. Piramida sualdır və düzgün oturacağı deyir. Düzgün dördbucaqlıdır. Yəni oturacaq kvadratdır da. Onda bu diaqonalların kəsiş nöqtəsidir və biz bilirik ki, bura 90 dərəcə olur da. Bax, burada bir üçbucaq var. Düzbucaqlı üçbucaq. Baxın. Bu SO ilə, SO ilə OA katetlərdir. SA hipotenuzda elə bilin ki. AC 4 kökdə 3-dür. Kvadratın uşaqlar diaqonalı 4 kök 3-dürsə, buradan yarıya bölünür. Axı 2 kök 3, 2 kök 3 düşür də. Yəni AO 2 kökdə 3-dür. Yan tili 4-dür. Hündürlüyə də h deyirəm. Pifagor eləyirəm, h tapıram. H kvadrat bərabərdir. 4-ün kvadratı çıx 2 kök 3-ün kvadratı. Bu da olur 16 çıx, deməli 12. Düzdürmü? H kvadrat olur 4, h da olur 2. Hündürlüyü niyə tapdım? Çünki piramidanın həcmində hündürlükdən istifadə edəcəm. Piramidanın həcmi də 3/1 S oturacaq vur h düsturundan hesablanır. 3/1-ə dəymirəm. Oturacaq kvadrat olduğuna görə kvadratın tərəfi diaqonalla düsturu belə idi də, deməli. Bunu silək. Kvadratın diaqonalla düsturu belə idi. S bərabərdir d kvadrat bölü 2. D-miz də bizdə AC idi, 4 kök 3-dür. 4 kök 3-ün kvadratı bölü 2. O da eləyir, deməli. 48 böl 2, yəni 24. Oturacağın sayısı oldu 24. Vur, h-ımız da 2 tapmışdıq. 24 ilə 3 ixtisar getdi. 8, 8 də 2-dim. 8 dəfə də 2-im eləyəcək 16. Bu qədər. Yəni görə hesablama səhv eləmədik. Belə. Keçirik 53-cü suala. Deyir, durğun sudakı sürəti 50 km/saat olan motorlu qayığın, yəni qayığın sürəti, yəni V qayıq 50-dir. Çay axını ilə 3 saata getdiyi yol, axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Biz bilirik ki, yol, sürət və zamanın hasildə, yəni S bərabərdir VT düsturuna görə. Qayığın sürəti 50-dir, deyir, motorlu qayığın çayın axını ilə 3 saata getdiyi yol. Gəlin çayın sürətinə x deyək. Çayın sürəti x olsun. Və axın ilə olanda çayla kater toplanır, axı qayıq toplanır. Ona görə motorlu qayıq çayın axını ilə deyəndə 50-nin üstünə x gəlirik. Vururuq zamana. Zaman da 3 saatdır. Bax, bu bizim yolumuzu verir. Bu axın ilə yoldur. Axına qarşı getdiyi yol isə deməli 50 çıx x olacaq da, axına qarşı sürətlər çıxılır, vuracaq 4 saatda. Bu da axına qarşı yoldur. Və axın ilə yol, yəni bundan 8 km azdır. Axına qarşı deməli getdi. Birincisi azdırsa, onda biz birincinin üstünə gələk ki 8-i. Bunlar bərabər olsun. Axı birincisi azdır. Gəlin bunu həll eləyək. Vuraq açaq. 50-ni 3-ə vururam 150. Üstə gəl x 3-ə vururam 3x. Üstə gəl 8 bərabərdir. 50 vur 4, x vur 4. Bu da olacaq 200 çıx 4x. Aha, bunu həll etsək, bunu bu tərəfə atıram. Olur 3x üstə 4x bərabərdir 200. Bu 158-də atıram bu tərəfə çıxma kimi. Özü müsbətdir axı. 7x bərabərdir deməli. 42-yə x də bərabərdir nəyə? 6 km/saat. Deməli, çayın axma sürəti 6 km/saat sürətdir. 2 sualımız qaldı uşaqlar. 54-cü suala baxaq. Belə bir funksiya sualdır. Deyir, fx bərabərdir ax kvadrat üstə bx üstə c funksiyasının qrafikinə əsasən f4-ü tapın. Bu funksiyanın birinci biz təpə nöqtəsinin koordinatlarını tapmalıyıq. Verilib də burada təpə nöqtəsi baxın, m-i 1-dir, eni 4-dür. Apsisi 1-dir, ordinatı 4-dür. Onda mən m düsturu belə iddən mənfi b bölü 2a. Bunu bərabər edəcəm 1-ə. N düsturu da belə iddə 4a, c çıx b kvadrat böl 4a. Bunu da bərabər edəcəm, deməli nəyə? 4-ə. Aha, buradan sistem təninə nəsə eləməyə çalışacağım. Bir də bu y-i kəsdiyi nöqtədə, yəni 5, c idi də bizdə. Çünki x-a 0 verəndə x gedir, c qalır. Biz bilirik ki, kvadratik funksiyalarda y-i kəsən nöqtə c olur. Yəni c-si də bunun nədir? 5-dir. Gəlin, indi həll eləməyə çalışaq. Yazıram deməli. Mənfi b böl 2a bərabərdir. Birdən çarpaz vuraq da elə bunu uzatmayaq. Bunu bax çarpaz vursaq nə alarıq? Alarıq ki, deməli. B bərabərdir mənfi 2a.
Düzdürmü? Mənfi b bərabərdir 2a-dan hər tərəfi mənfiyə böldüm, elə aldım da, bu alındı. Sonra bunu çarpaz vursaq, bax bunu. Buradan da alaram. Deməli, 4ac çıx b kvadrat bərabərdir 16a. Düzdürmü? 16a. İndi c-ni aparıb yerinə qoysaq, olacaq deməli, 20a çıx b kvadrat bərabərdir 16a. A-ları bir tərəf atsam, b-ləri də digər tərəf atsam, olacaq nə? 20 çıx 16-dan 4a bərabərdir b kvadrat. Yuxarını silirəm. Buranı sildim. Aha. Deməli, aldım ki, nəhayət 4a bərabərdir b kvadratı. Biz də b-yə mənfi 2a demişik. Aparıb yerinə qoysaq, bax, bura qoysaq. Olacaq 4a bərabərdir. Mənfi 2a-nın kvadratı olacaq 4a-nın kvadratı. 4a-nı bir tərəf atıram. 4a kvadrat çıx 4a bərabərdir 0. Hər tərəfi 4-ə bölürəm. Olur a kvadrat çıx a bərabərdir 0. Bu belə. Buranı sildim. İndi a-nı çıxarsaq a çıx 1 bərabərdir 0. A ya 0-dır ya da 1-dir. 0 olmaz. Nəyə görə? A 0 olsa ümumiyyətlə bu kvartik funksiya olmayacaq. Ona görə 0 halı ödəmir. A 100% ki 1-dir. A-nı tapdıq. B kvadrat da 4a idi. Ona görə B kvadrat olur. Elə 4 vur 1-dən 4. Aha, B olur 2 və ya mənfi 2. İndi hansını götürək? B ya 2-dir ya mənfi 2-dir. Bir də bayaq biz C-ni tapmışdıq. Axı C bizdə nə idi? Bax, bayaqçı düstur vardı. Mənfi bölü 2a-dan. Deməli, bunu biz 1-ə bərabər elədik və yox, C-ni biz daha doğrusu verib də bizə. Niyə biz uzadırıq ki? C-ni nə vermişdi bizə? C-ni 5 vermişdi. Deməli, indi aparıb yerinə qoysaq. A-nı yenə 1 qoysaq, olacaq fx bərabərdir. Fx bərabərdir. X kvadrat. B-ni yenə 2 qoysaq, olacaq 2x. 2x. Bir də C-ni yenə 5 qoysaq, olacaq 5. Bax, bir belə bir funksiya ola bilər. Bir də belə bir fx bərabərdir x kvadrat. B-ni yenə mənfi 2 qoysaq, burada 5 qoysaq. Bir də belə bir şey ola bilər, funksiya ola bilər. İki cür funksiya alındı bizdən. F4 istəyir. İndi hansını götürək? Görək hansı uyğun gəlir. Buraları silək. Deməli. Aha, uşaqlar, burada biz axı dedik m bərabərdir. Deməli, mənfi b bölü 2a. Düzdür? Biz əgər bu funksiyanı götürsək, yəni b-si burada 2-də aparıb yerinə qoysaq, olacaq deməli. A-nı axı 1 tapdıq. Mənfi 2 böl 2 vur 1-dən 2 mənfi 1. M-i mənfi 1. Axı biz görürük ki, m müsbət 1-dir. Görürsünüz burada. Yəni bu deyil. Bizim funksiyamız bu imiş. Bax, bax bu. İndi f4 istəmir. X-a 4 qoysaq, f4 bərabərdir 4-ün kvadratı çıx. 2 vur 4, yəni 8, üstə gəl 5. O da eləyəcək 16 çıx 8 üstə 5, yəni 13. Belə. Və nəhayət sonuncu suala baxırıq. Çevrə sualıdır uşaqlar. Deyir, çevrənin A nöqtəsindən uzunluqları 16 və 12 olan. Buraları silirəm. Mane olmasın da bizə. Buraları silək. Çevrənin deyir, A nöqtəsində uzunluqları 16 və 12 olan qarşılıqlı perpendikulyar iki vətər çəkilmişdir. A nöqtəsindən 16 və 12. Deyək ki, bura 16-dır, bura 12-dir. Aha, çevrənin uzunluğunu tap. Biz çox asan sualdır. Biz də bilirik ki, əgər bu 90 dərəcədirsə, bu düz mərkəz olmalıdır. Çünki bu göz 180 dərəcəlik çevrənin yarısıdır. Və daxili bucaq da söykənli qövsün yarısıdır. Yəni, belə deyək də, diametrə söykənən daxili bucaq 90 dərəcə olur. Ona görə 100% bura diametrdir. BC diametrdir. Bu da 16-12. Pifaqor eləsəm, BC-nin kvartı bərabərdir 16-nın kvartı üstə 12-nin kvartından BC kvadrat bərabər olacaq 256 üstə 144-dən 400. BC də olacaq 20. Yəni diametr 20-dirsə, radius olur 10. Radiusu 10-dursa, çevrənin uzunluğu düsturda 2 pi-dir də. Yerinə qoysaq 2 vur pi vur 10, yəni 20 pi.
Bu qədər uşaqlar. Çalışdığım qədər izah elədim, yəni asan üsullarla. Siz yenə də videoya baxın. Bildiyim qədərlə hesab səhvi eləmədim. Əgər hesab səhvi olarsa, ya mexaniki ya texniki bir səhv olarsa, rəylərdə bildirərsiniz. Bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanala abunə olub, bildirişləri açın ki, belə videolar tez-tez gəlsin və videomu bəyənib paylaşmağı unutmayın. Çox sağ olun.